Esselamu alel Hüseyin ve ala Ali ibn Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Acerekallah ya sahibez zaman fi musibeti ceddikel Hüseyin aleyhisselam. Selamun aleyküm ve rahmetullah. Məhərrəm ayındayıq, qəm-qüssə ayıdır. Allah Teala bizlərə güc versin, qüvvət versin ki, bu aydan səmərəli şəkildə istifadə edə bilək. Allah bizi İmam Hüseynə həqiqi əzadarlardan qərar versin inşallah. Bugünkü mövzumuz Həzrəti Qasım barəsindədir. Həzrəti Qasım barəsində bir neçə tarixi məqamlara işarə eləyərik inşallah sual-cavab şəklində. Kərbəlayı, birinci sualım bundan ibarətdir. Həzrəti Qasimin təvəllüdü barədə məlumat verərdi zəhmət olmasa? Bəli. Həzrəti Qasimin təvəllüdü barəsində tarixdə ixtilaf var. Bəziləri nəql ediblər ki, Həzrət şəhid olan vaxtı hədd-i-buluğa çatmamışdı. Bəziləri nəql edirlər ki, şəhadət vaxtı 16 yaşında idi. O cümlədən Xətib Bağdadi nəql edir ki, Hicrətin 44-cü ilində dünyaya gəlibdi. Belazuri Ənsabul Əşraf kitabında nəql edir ki, Həzrəti Qasım Hicrətin 49-cu ilində dünyaya gəlib. Əbulfərəz İsfahani Məqatil-i Talibin kitabında nəql edir ki, Hicrətin 51-ci ilində dünyaya gəlibdi. Dediyimiz kimi, fikir ayrılıqları çoxdur. Əgər 44-cü ili qəbul eləsək, İmam Həsən əleyhissalam da Hicrətin 50-ci ilində şəhid olubdu. Belə görsənir ki, Həzrəti Qasım 6 il atasının himayəsində olubdu. İmamın şəhadətindən sonra Həzrəti İmam Həsən əleyhissalamın öz vəsiyyətinə əsasən ailəsini İmam Hüseyn himayət edir. Bundan sonra Həzrəti Qasım da əmisinin himayəsində böyüyür. Kərbəlayı, Həzrəti Qasım əleyhissalamın anası kimdir? İbn Funduq Beyhəqinin nəqlinə əsasən Həzrətin anasının adı Nərciz xanımdır. Sibt İbn Covzinin nəqlinə əsasən xanımın adı Nufeylədir. Mən bəzi kitablarda Rəmlədə görmüşəm. Həzrəti Qasım əleyhissalamın məqamı barədə zəhmət olmasa biraz danışarsınız. Həzrətin məqamı barəsində Aşura günü ilə İmam Hüseynə dediyi söz kifayət eləyir. Həzrət öz əshabını yığmışdı xeyməyə, onları xutbə elədi və buyurdu ki, sabah mən də, siz də hamımız şəhid olacağıq. Bax, Həzrəti Qasım belə düşünürdü ki, yaşı az olduğu üçün birdən əmisi ona icazə verməz, şəhid olsun, şəhadətə nail olsun. Buna görə də İmam Hüseyndən dərhal sual eləyir. Soruşur ki, əmican, mən də sabah şəhid olacağam. İmam Hüseyn mehribanlıqla sual verir. Buyurur ki, əziz balam, ölümü necə görürsən? Dərhal cavabında, yubanmadan cavabında buyurur ki, əhla minəl əsəl. Baldan daha şirindir ölüm mənim üçün. İmam Hüseyn əleyhissalam buyurur ki, canım sənə fəda olsun. Bəli, sabah sən də böyük bir bəladan sonra şəhadətə qovuşacaqsan. Bəzən biz görürük ki, bir insan 15 il yaşayar, 20 il yaşayar və cavan ikən dünyadan gedər. Amma həmişə zikr olunar, adı yad olunar. Bəzi insanlar da var ki, 80 il, 100 il yaşayır, heç kəsin yadına da düşmür. Və yaxud yadına da düşəndə pisliklə yad olunur. Bu onu göstərir ki, şərt deyil ki, insan çox ömür sürsün, çox yaşasın. Əsas keyfiyyətli yaşamaqdır. Allah istədiyi kimi yaşamaqdır. Kərbəlayı, Həzrəti Qasimin Aşura günü toy əhvalatı hansı mənbədə gəlib? Hadisəni geniş və dastan formasında nəql eləyibdir Molla Hüseyn Kaşifi. Hadisə bu cürdür ki, Aşura günü Həzrəti Qasım gəlir İmam Hüseynin yanına və döyüşə getməyə icazə istəyir. Əmisi də yaşının az olduğu üçün ona icazə vermir. Həzrəti Qasım bu işdən narahat olur və qəm-qüssəsi artır. Və yadına düşür ki, atası İmam Həsən əleyhissalam ona buyurmuşdu ki, o qəm-qüssən aradan gedəcək. Həzrəti Qasım da qolundakını açır və görür ki, atasının vəsiyyətidir. Vəsiyyətdə belə yazılmışdı ki, Aşura günü əmin İmam Hüseynə kömək elə və özünü ona fəda elə. Bunu görəndə Həzrəti Qasım sevinir və əmisi İmam Hüseynin yanına gəlir və buyurur ki, bu atamın vəsiyyətidir. İmam Hüseyn əleyhissalam baxır, görür ki, bəli, xət İmam Həsənindir, vəsiyyət İmam Həsənindir və buyurur ki, atam mənə başqa bir vəsiyyət də eləyib və buyurdu ki, Qasimi evləndir. Həzrəti Əbəlfəzə, Həzrəti Zeynəbə oğluna göstəriş verir ki, hazırlıq görün, mən Həzrəti Qasimi evləndirəcəm. Belədir. Və sonra Həzrəti Qasım əqd oxunandan sonra gedir döyüşə və şəhid olur. Hadisəni Molla Hüseyn Kaşifi bu cür nəql edibdir. Kərbəlayı,
Bu hadisə başqa hansı kitablarda nəql olunur? Bu hadisə mərhum Tureyhinin Muntəxəb kitabında, o cümlədən Fazil Dərbəndinin Əsrar-ı Şəhadət kitabında, Muhammed Məhdi Nəraqinin Muharriqul Qulub kitabında, Molla Həbibullah Şərif Kaşaninin Təzkirətü Şühəda kitabında da nəql olunubdur. Amma tarixi meyarlara görə bu hadisə qəbul olunmur və alimlər tərəfindən rədd olunubdur. Kərbəlayı, bu hadisəni qəbul etməyən Şiə alimləri kimlərdir? Bir çox Şiə alimləri bu hadisəni qəbul eləmirlər. O cümlədən mərhum Əllamə Məclisi, Muhaddis Nuri, Şeyx Abbas Qummi, Şəhid Murtaza Mütəhhəri, Seyyid Əbdülrəzzaq Müqərrəm, Şeyx Cəfər Şüştəri və başqa alimlər bu hadisəni qəbul etmirlər. Məxsusən Şəhid Mütəhhəri bu barədə buyurur ki, İmam Hüseyn əleyhissalam Aşura günü xovf namazı qıldı, yəni qorxu namazı. Vəziyyət o qədər çətin idi ki, 2 rükət qıldı namazı. Namazı qılmağa fürsət yox idi. Elə bir şəraitdə İmam Hüseyn əleyhissalamdan uzaqdır ki, gəlsin desin ki, hər bir atanın, ananın istəyi budur ki, övladına toy eləsin, mən də gərək Qasımı evləndirəm. Yeri yox idi bu işin. Yəni, yeri deyildi ki, imam bu qədər şəhid veribdir, bu qədər çətin gündür, ağır gündür, döyüşdür, döyüşün ortası, gəlsin imam desin, buyursun ki, mən gərək Qasımı evləndirəm. Və Şəhid Murtaza Mütəhhəri bunu o Aşuranın təhriflərindən hesab eləyir. Ki, yəni təhrif olunubdur bu hadisə, belə bir şey yoxdur. Və axırıncı sual, Kərbəlayı, biraz Həzrəti Qasım əleyhissalamın məqtəlindən məlumat verirsiniz. Çox gözəl olur. Bəli. Mən istəyirəm Hümeydi ibn Müslimin nəql elədiyi hadisəni nəzərinizə çatdıram. Hümeydi ibn Müslim Ömər Səd qoşunundandır. Nəql edir ki, Hüseyn ibn Əlinin tərəfdarlarından bizim üzərimizə bir dənə yeniyetmə cavan gəldi. Üzü ay kimi parlayırdı, parlaq idi. Deyir, bu cavanı heç yadımdan çıxmaz, çəkməsinin də, sol çəkməsinin ipi qırılmışdı. Deyir, bu cavan gəldi, döyüşdü, şücaətlə döyüşürdü. Kufə qoşunundan Əmr ibn Səd ibn Nufeyl Əzdi mənə dedi ki, mən ona hücum eləyəcəm. Mən dedim ki, subhanallah, sən nə etmək istəyirsən? Dedi, ona hücum eləyəcəm və onu öldürəcəm. Mən dedim ki, onsuz da Kufə qoşunu ona kifayət eləyir. Onu dövrəyə alıblar, birazdan da şəhid olacaq. Dedi, yox, mən bu işi yerinə yetirəcəm. Və dediyini də elədi. Yaxınlaşdı və Həzrəti Qasımə bir dənə qılınc zərbəsi vurdu. Həzrət başından yaralandı və üzü üstə deyir onun o cavan və üzü üstə o cavan yerə yıxıldı. Bu anda əmsin səslədi. İmam Hüseyn əleyhissalam qəzəbli şir kimi deyir, meydana gəldi və bu Həzrəti Qasımın qatilinə hücum elədi. Qılıncını çəkib hücum elədi. Bu anda bu məlun qolunu verdi qabağa. Həzrət bunun qolunu dirsəkdən kəsdi. Bunu görəndə deyir, Kufəlilər köməyə gəldilər. Və bu Kufəlilərin atlarının ayağı altında bu Həzrəti Qasımın qatili tapdalandı və canını tapşırdı, öldü. Toz torpaq deyir, yatandan sonra gördüm ki, Hüseyn ibn Əli bu cavanın başı üstündədir. Və cavan da və Həzrəti Qasım ağrının şiddətindən ayaqların yerə vururdu. Və İmam Hüseyn əleyhissalam orada buyurur ki, mənim üçün çox çətindir ki, sən məni köməyə çağırasan, amma əmin sənin köməyinə gələ bilməsin. Və yaxud sənə bir xeyri çatmasın. Deyir, mən gördüm ki, Hüseyn ibn Əli sinəsini yapışdırdı Həzrəti Qasımın sinəsinə. Və vəzəə sədrəhu əla sədri. Və götürdü, gəldi xeymələrə və deyir, o cavanın da ayağı yerindən sürünürdü. Götürdü, gəldi xeymələrə, Əli Əkbərin cənazəsinin yanında yerə qoydu. Mən deyir, soruşdum ki, bu kimdir? Bu cavan kimdir? Dedilər, Qasım ibn Həsəndir. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.